Sənin tərəfində Əvvəla DNK üçün heç kimi sən polislə gətirə bilmərsən. Sənin uşaqlarının atasının bugün kim olması hüquqi cəhətdən naməlumdur, qeyri-müəyyəndir. Hələ bilinmir Rəşaddır ya kimdir. Bu ancaq məhkəmə qaydasında öz təsdiqini tapa bilər. Polis kimsə gəlib gətirə bilməz. O qədər nicahdan kənarda olan uşaqlar var ki. O qədər. Sən bilirsən nə danışırsan? Yox, niyə? Samir necə? Mən bilmirəm ki, uşağın atası kimdir. Onu sən təyin edə bilmərsən. Onu ancaq məhkəmə müəyyən edə bilər, bir də DNT testi müəyyən edə bilər. Da prosta qanunla elə. Bəs necə? Bəs sən də söz verdin axı mənə ki, eləyəcəm, DNK-yı razı salmışam, gətirəm. Məsələn də düzgün. Onun üçün məhkəməyə müraciət edirsən. Əgər adam imtina eləyirsə, bu avtomatik olaraq başqa digər əlavə sübutlarla onun atası olması təsdiq olunur və burada da əsas məqsəd atalığın müəyyən edilməsi əsas məqsəd nədir? Alimentin təyin olunması, aliment ödənişə cəlb edilməsi. Yoxsa sən onun üzərinə başqa heç bir vəzifə qoya bilmərsən. O ancaq aliment ödəyə bilər. Bu aliment ödəməlidir. Vəssalam. Yəni atalıq verməli, aliment ödəməlidir, elə hə? Bəli, başqa nə ödəməlidir ki? Başqa nə etməlidir ki? Heç atalıq verir ki, heç atalıq vermir ki, ay. Onun kimləri çoxdur. Məsələn, qoyaq bir kənara. Qoyuram bir kənara. Yenə deyirəm, mənim sənə bu baxımdan inamım çox azdır. Mən yıxılana balta vuran adam deyiləm. Mənə yaraşan həmişə olur ki, mən yıxılana qaldırım. Mənim işimdə, hərəkətimdə, fəaliyyətimdə həmişə bu ölkədə mənim bilənlər bilir, görənlər də görür. Mən adi sıravi vətəndaşa toxunmuram, onun haqqında danışmıram və yaxud da durub burada bəziləri kimi tərxəklik eləmək, kimsə söymə fikrində də deyirəm. Çünki mənim onun tamamlı kompleksim yoxdur. Mənə yaraşan insanların haqqına girənləri tənqid eləməkdir, onların haqqında danışmaqdır, onları ifşa eləməkdir, onlardan insanların haqqını tələb eləməkdir. Mən səninlə bağlı yenə deyirəm, dəfələrlə sənə də dedim, o özünü Bilirsən Samir müəllim, mən Rəşadı bir kənara qoyuram. Rəşadı bir kənara qoyuram. İndi mən heç Rəşadı düzdür, heç atalıq da bilirəm ki, onsuz uşağımın atası odur. Bu heç söhbət ondan getmir. Heç atalıqdan ya alimentdən söhbət onu, o da özüm bilərəm. Məsələn, onunla aramda özüm bilərəm. Sadəcə mənə təsir eləyən budur ki, sən niyə Vüsəl Rəşadı belə müdafiə eləməklə, nəyə görə də, nə maddi marağın oldu ki, sən onu belə müdafiə edirdin? Niyə orada bu qədər insan gəlir də? Olub da bayramda orada, burada var orada Hüseyin'dir. Sən nə maraqla, sən belə Rəşadı müdafiə edirsən? Niyə? Heç alimentdir, heç özüm bilərəm. Mən tələb eləmirəm aliment, tələb eləmirəm DNK, o da mənim özümdə. Məsələn, mən istəməsəm eləmərəm. Ya istəsəm də eləyərəm, özüm bilərəm onu. Amma ki, sadəcə sənin niyə bir qadın kimi, onun tərəfində? Heç mən Rəşadın əleyhinə getmirdim axı. Heç mən Rəşadın əleyhinə getmirdim. Sən o istəyirdi ki, arada biraz da qarışsın, mən biraz da düşmənlik olsun arada. Amma heç mən üstünə getmirdim. Heç mən nə bacısına cavab vermirdim, anasına cavab vermirdim. Deyirdim ki, ananın bacının nə günahı var? Ay Samirim, ana bacının nə günahı var? Ana biz tanış olanda yanımda olmayıb, bacı tanış olanda yanımda olmayıb. O məni söyürdü, deyirdim olsun, məndən böyükdür, yaşlı məndən böyükdür, yaşlı qadındır, mən niyə ona cavab verim? Amma Nabord orada istəyirdilər ki, düşmən olaq, o desin, mən deyim, o söysün, mən söyleyim, niyə görə? Niyə bunlar yazırlar ki, burnundan gəlsən Xoşqədəmin haqqı. Mən də sual verəm, hansı haqqı? Xoşqədəm adi 60 manat otel pulu nədir? Onu Gülxanıma qıymırdı, məndən alıb verirdi Gülxanıma. Hansı haqq? Nə haqq? O uşaqlarım, düzdür, o uşaqları mən özüm qoymuşam. Hələ ki, çünki imkanım yoxdur. O uşaqlar, indi bu uşaqlarla məsələm, ya Rəşadla məsələm, bu özümə aiddir də. Elə bir yanlarında olub kömək edəndə. Məsələn, sən düşmənlik arada ki, sən onu deyə, bu buna deyə düşmən olur. Gətirdi Rəşad mənim paltarıma atdı. İnanırsınız ki, bu evdə qaldığım, bu evdə Samir mənim bu paltarım buradaydı. Rəşadı elə məcbur elədilər ki, elə məcbur ki, Rəşad gətirib mənim paltarımı atdı ora qapıya. AYB-nin qapısına. Bilirsiniz, hamısı bunlar yəni qurma olub. Əlbəttə qurma olub, indi bilirsən, hə? Necə ki, məsələn, qurma, Rəşadı da elə qurma kimi, belə də, elə də Kür Rəşadın başına.
İndi Rəşad da elə bilir, həm dostdur da. Düzdür, indi sənin tərəfində olacağım ki, sənin yanındayam. İndi Rəşad da dedi ki, həm də mənimdir. Amma hamısı boş şeydir. Hamı öz xeyrinədir. Əvvəlası mən orada yenə deyirəm, uşaq mənim idi. Uşağımın atası da özüm bilərdim ya. Deyinka verərdim, verməzdim, aliment alardım. Prosta belə ortalığı da ki qarışdırdı. Ortalığı ki belə qarışdırdı. Hər şey, mən ona ilk öncədən də gedəndə dedim ki, Xoşqədəm xanım, hər şey belə lazım deyil. Bunu örtbas isə, mən də çıxım gedim də, lazım deyil. Bunu bu boyda, bu məsələni böyütmə. Bunu belə bu dərəcədə müzakirəyə qoyma. Adi bir balaca şeyi orada böyütdü. Nəyə lazım idi? Kəşk mən elə orada elə çıxardım, çıxıb gələrdim. Bu dərəcədə, bu boyda böyüməzdi məsələ. İnanaq sən səmiyyətinə, inanaq. Vallahi, and olalı, kəş mən nədir? Gətirib oturturdu Rəşadı orada, anası orada. O orada deyir, bu burada deyir. O oradan, bu buradan, elə şey olur. Gecə saat 3, Xoşqədəm mənə yığıb mənə deyir. Bu 2000, deməli, 24-cü ildir yenə də. Yığıb mənə deyir ki, ay Samir, bu şərəfsizlər hardan çıxdı bizim qabağımıza? Şərəfsiz də kimə deyir, hə? Səndən bayrama deyir. Əlim qaldı üzümdə. Sən bunları verilişdən qovursan, sonra da təzdən bunlara möhtac olursan sən. Şərəfsiz dediyin adamlardır da. Niyə təzdən nefir və dəvət edirsən? Mən şərəfsizdim, Rəşad şərəflidir. Olsun da Rəşada da qalda deyirdin ki, Ramalın dediyi sözü deyirəm. Ramalın dediyi sözü. Deyirəm, Ramal, niyə, bax, sənlə yaşımız deyirəm, Ramal eynidir də, ikimiz də gəncik. Niyə biriniz qayıdıb bu Xoşqədəmə demirsiniz ki, başqa mövzu yoxdur? Çıxart, misal üçün, bax, bu intihar edən qacilərin məsələsini müzakirə elə. Görüm, Xoşqədəm müzakirə edə bilərsən. Sən lap yaxşı, neyiniyim ki sənsən? Bir marifləndirici bir mövzu qoy. Marifləndirici mövzu qoy. Orada sən lap yaxşı. Yox, eləyə bilərsən, eləyə bilmərsən. Deyirəm, Ramal, niyə biriniz deyirəm də pis söz demirəm ki. Olduğunu deyirəm. Özün də bilirsən ki, mən düz deyirəm. Üzünə də demişəm, buradan belə ictimai publik qaydada da deyirəm. Sən nə bilirsən, mən üzünə demirəm? Mən mərdəm, mən mərd. Mənim qanımda mərdlik axır. Başa düşdün? Məni özünüz kimi namərd bilməyin. Üzünə də demişəm, 3 dənə məhkəmədə də qalib olmuşam. Mən publik şəkildə dediyim hər şey birbaşa elə onun üzünə deməkdir. Ramal da qayıtdı mənə dedi ki, hansı ki, bax burada var, bax burada. O yazanlar var, o bədbəxt kütlə var, kütlə psixologisi hərəkət edən qaralar var, bax burada sənə söyürlər, bax təhqir edirlər, söyüb təhqir edənlər. Hansı ki, sən lap normal qadın olmuş olsan, normal, bax bu ki, məsələn, Velizarın canlısında 84.000-90.000 adam olurdu, ora hədiyyələr partabak gedir, pullar axıdılır və s. Ora baxan kütlədir da, bu kütlə. Bu gün gəlib Gülxanımı söyür. Gülxanım nümunə deyil, Gülxanımın səhvi də ortadadır, hərəkətlər də. Bugün Gülxanım ölsə, həyatdan köçsə, gedib siz Gülxanımı dəfn eləyəsi deyilsiniz və yaxud da Gülxanımı ağlayası da deyilsiniz. Hər kəs özü öz səhvlərinə görə məsuliyyət daşıyır və onun ağrısını da, acısını da çəkir. Məni də bu canlı yayıma, qoşulmağa vadar edən odur ki, mən çıxım, az da olsa bu həqiqətdən uzaq düşmüş bu kütləyə başa salım ki, ay insanlar, siz bu boyda cəmiyyətdə öz içinizdə olan kompleksləri, problemləri görüb də bu Gülxanıma söyməklə, təhqir eləməklə nə əldə edirsiniz? Yəni, o qədər mi acizsiniz, o qədər mi zəifsiniz? Gündə bir qazimiz özünü yandırıb həyatdan köçür. Niyə onlar o həyatda çatdıranlara bu Gülxanıma dediyiniz sözlərin bir qismini demirsiniz? Niyə? Niyə deyə bilmirsiniz? Çünki bacarmarsınız. Çünki hamınız həqiqətdən, gerçəklikdən uzaq düşmüşsünüz ona görə. Bir şey deyim sizə. Məsələn, Rəşad mənə o ki danışdığı vaxtda, inanırsınız Samir müəllim, bu Rəşad ki, Rəşadı o qədər başını doldurur, Rəşad da satqındır axı.
Mənim nə iki yazmırdım Rəşada, nə səs atmırdım. Hamısını atırdı Xoşqədəm xanıma. Hamısını atırdı ona. Bu ona deyirdi ki, sən get. Gülxanımı nəsə ki, məsələn də ona zəng elə, ondan nəsə söz al. Bu da alırdı məndən sözü, səsini yazırdı, atırdı ona. İnanırsınız? Özüm görmüşəm ama fakt telefonunda Rəşadın ki, mənim səsimi yazıb gülərək ona söz atır ki, Xoşqədəm xanım deyə səsini yazmışam. Dəlidir də səsini yazmışam. Ayıb deyə, ayıbdır. Bu deyirəm ki, plan qurmaq, saxtakarlıq budur. Rəşad üçün də ayıb olsun ki, gəlib yanımda oturub, mənim səsimi yazır, atır ona. Bu satqınlıqdır. Bunlar elə bir ki, qurmadım, mən başı xarab. Bunlar mənə qurma olub, əlbəttə ki olub, əlbəttə ki olub. Əlbəttə ki olub. Allah Xoşqədəm xanım, neyniyəcək Xoşqədəm xanım sənin üçün? Nə bilim, bəlkə nəsə eləyəcək? Nəsə eləyəcək? Ya Rəşad, sən qazandınsa mənim sayəmdə qazandın, ya o da qazandısa mənim sayəmdə qazandı. Yəni mən çıxmasaydım, nə sən onu tanıyırdın, nə o sən tanıyırdı. Faktı bu da faktı. Gülxanım bəyənmir ha. Deyir ki, Gülxanım kimdir də? Məsələn, hamı deyir. Gülxanım elə, o Rəşad ki var, o Rəşadı Gülxanımın sayəsində tanımısan da. Bu faktı da, amma bu faktı da itirmə də. İndi nəsildir. Prosta sadəcə aranı qarışdırmaq, ortalığı qarışdırmaq, düşmənsən onu de, bu bunu de, nə oldu? Nə oldu ki, Gülxanım yenə həmin Gülxanımdır da. Ona pul atma, ona evinin pulunu, evvelası Rəşad mənə heç pul verməyib, evvelası Rəşadda heç o da yoxdur ki, o kişilik ki, pul versin, köməkli gəlin. Sadəcə bunun yəni niyyətə bax ki, ona pul vermə, onun pul atma. Mənə özünə deyirdi, hə, köməkli gələ ona. Amma dalda da deyirdi ki, ona köməkli eləmə. Rəşada ya, bunu fakt bilirəm. Yəni insan bu dərəcədə mi, yəni belə şey olar? Bu Cüneyt Ticarət Mərkəzindən niyə çıxmısan? Hə? Cüneytdən niyə çıxmısan? Cüneytdən. Yox, o da işim. Niyə? Səbəb nədir? Niyə işləyə bilmirsən ki? Xeyir ola ki, mən demirəm mənə köməkli elə, xeyir ola ki, köməyin qalsın özün üçün. Cavab ver, orada niyə işləyə bilmirsən? Necə? Nə bilim, orada da ağızlarına gələni yazırlar da. Burada göy yazmırlar. Yazırlar, əlbəttə nə bilim, burada dedim özüm, yəni ki olmaz, yazır ki, xeyir ola. Köməkli, xeyir ola, onsuz da Rəşadın mənə heç bir zaman köməkliyi deməyib. Elə Rəşad kimilər, elə aparıb pul bassın ki, mənim yanımda ol. Düzgündür. Gülxanımı yıxıb sürüyə alçaldıq efirdə. Rəşad Gülxanım ki bunu de, onu de, söy Gülxanımı. Rəşad o sözləri mənə efirdə deyir. Hamısını başını doldururdu, çıxartırdı Rəşadı oraya. Niyə? Niyə Rəşad məni təhqir eləyir orada, sən ləzzət alırsan, Gülxanım, sən Amirin Gülxanımı Rəşad təhqir eləyir. Niyə görə? Sən Amirin Xəlilin verilişindəydin. Necə oldu ki, yenidən belə Xoşqədəmə transfer? Demirdim də dedim ki, Xoşqədəm xanım Rəşadı deyə o təhqirləri eləməsin. Yox, Rəşadın anası xahiş edib ki, bu şeyləri, bu sözləri efirə ver. Niyə Gülxanım alçalsın deyə. Bəs sənin Allah yoxdurmu? Bəs Allahı görmürsünüzmü ki, sən ona anasını deyə bilmirsən ki, o qadındır, bir yəssiz qadındır. Mən onu niyə alçadım? Amma sən Rəşadın sözlərini, Xoşqədəm xanım, otaqda aşağıda danışdığı sözləri, mən ağlayaraq sənə yalvardım ki, efirə vermə, amma sən onları efirə verdin. Nədir ki, Rəşadın halı yaxşı, Rəşadın kefi xoş olsun deyə. Anasının kefi xoş olsun deyə. Amma mən ağlayaraq sənə yalvardım reklam arası ki, o sözləri vermə. Rəşad mənə orada nələr demədi o efirdə. Mənim də qız uşağım var. Nədir ki, Rəşad sevinsin ki, mənim tərəfimdədir deyə. Bu düzgünlük, haqq ədalətdir. Bunları hamısını mən çəkmişəm. Hamısı oldu bunlar. Amir Xəlilin verilişinə niyə Xoşqədəmə getdin? Onun cavab ver bir dənə. Nə bilim, elə bildim ki, keşke elə mənə dedi ki, Amir mənə kömək. Çünki Amir bilməm, bilirsiniz necə adamdır, həqiqətən də düzdür. İndi mənə bəzələr o elementə görədir. Amma ki, həqiqətən düzgün biridir, düz biridir. Onda şou yoxdur, ikiyüzlülük yoxdur. O insanda ümumiyyətlə ikiyüzlülük deyə bir şey yoxdur. Çünki mən olmuşam da orada. Bilirəm ki, bu insan ümumiyyətlə ona reklam arası tapa bilməzsən. Nə sənin başını doldursun. Ay, hələ mən onu bir ay orada oldum, mən birinci dəfə onunla danışdım.
O da çıxan günü ki dedim axı nə olur Amillə biz siz mən Səni sizi xoşqədəm görürəm. çağırdı, zəng elədi çağırdı, xoşqədəm yığdı sənə. Yox, mən özüm getdim. Amil ay oturub səni doldursun başını. Ay heç də bircə ikicə dəfə məni efirə çıxartdı. Ay səni onunla düşmən eləsin. Ay onunla düşmən eləsin. Ay efirə onu qoşsun, bunu qoşsun, soy yaratsın, xeyr. Dedi ki, mən Gülxanın mövzusunu uzada bilmərəm, lazım deyil. O da istəyərdi də, məsələn, şou eləsin, eləmədi. İndi düzdür, demirəm ki, mənə maddi kömək elədi, xeyr. Ancaq o düzgünlüyü ki var ki, o düzgün veriliş aparmağı əsas odur. Əsas odur. Mənim neyimdir yeri gələndə, məsələn, Amil mənim neyimdir ki, heç neyim. Amma yəni düzgünlüyünü deyirəm ki, heç bir iştirakçını orada doldurmur. Məsələn, iştirakçı gəlir, promo gedir efirə, oradan da çıxır gedir evinə. Və salam. Hansı birini doldursun başını, sən ona elə de, buna belə de. Yoxdur elə bir şey. Yoxdur. Hüseyin və Ayşat var indi bu efirdə. Burada yazırlar, indi Hüseyinlə Ayşadın evini dağılır. Sənin nə xətir verir? Ay, Rəşad özü burada yazır. Sən niyə acıqva gəlir? Sənə lazımdır, deyir ki, ay boş-boş danışma. Acıqva gəldi. Acıqva gəldi sənin. Bağışla, səndən soruşmamışdım danışanda mən. Mən nə deyirəm, bu nə danışır Allah, bu nə danışır? Yox, orada yazır ki, boş-boş haqqa girmə. Paytda, ancaq sən haqqa girən siz oldunuz. Mən olma, haqqıma siz girdiniz. Səsimi yazdın, aparıb Esmira'nın evində mənim səsimi yazdın. Ya atdın Esmira'nın üstünə ki, yazıq qızın üstünə ki, Esmira yazıb. Esmira'nın da düşmən elədin məni. Esmira and içdi ki, balasının canına. Dedi, vallahi mən yazmamışam Gülxanım, səsimizi Rəşad yazıb. Yazıb bizim səsimizi atıb Xoşqədəm xanıma. Ki Gülxanım, Esmira məndən pul istəyirlər, pul dilənirlər. Esmira səndən pul istəməmişdi, mən pul istəmişdim. Mən demişdim ki, həkimə gedirdim. Eşidirsən mənim? Atdı mənim səsimi, yazıb gülərək, atıb ona. Bu ona deyir ki, orada planlı şəkildə səslərini yazar. Bunlar ikili iş oynayıblar da, rol oynayıblar. Gülxanımın səsini at, get onu dola, Gülxanım da başı boşda səsini yaz, at mənə. Nə oldu? Nə oldu ki? Yəni bu efirə hamı gəlmişdi də. O qədər orada minlərlə adam gəlmişdi. Tək Gülxanım Rəşad deyildi ki orada. Sən məni orada ələ sal, at qırağa, Rəşadı müdafiə elə. Bəs mən niyə görə bugünkü gündə mən Xoşqədəm xanımın həqiqətən xətrini çox istəyirdim. Həqiqətən xətrini çox istəyirdim. Amma o ki mənim müdafiə eləmədi. Rəşadı müdafiə elədi. Ona görə mən o qədər ürəyim sandı, qəlbim sandı ki, daha birisi daha necə, vəbşə də. Birisi mən necə günə verir, məni çox pis vəziyyətə qoydu da, məni cahil vəziyyətinə saldı. Mən sənə demişdim ki, etmə oraya. Ümidini eləməzdi, düzgün eləyərdi. Mən demədim ki, Rəşadı söy orada, amma düzgünlük eləyərdi. Birini müdafiə eləyib, birini orada təqsir eləməzdi, birini qaralamazdı. Mən idim də, mən sənin yanıb, sən heç Rəşad tanımırdı, səndən mən gedib kömək istəmişdim. Mən sənin yanıma getmişdim, sən Rəşadı tanımırdın. Niyə mənim yanımda olma, niyə mənə müdafiə eləmədin? Yeri gələndə niyə? Nədir ki, indi Rəşadın ola bilər pulu var, adamı var ona görə. Gülxanım yiyəsizdir, heç kəsi yoxdur ona görə. Bəs Allah var axı adam başının üstündə. Axı sənə Gülxanım inanmışdı. Bir anası kimi, bir yaxını kimi sənə güvənmişdi. Qız eşitirsən mən? Amma bir qadın kimi sən gəlib məni müdafiə eləyərdin. Ki bunun heç kəsi yoxdur. Tək bir qadındır. İcazə olar danışın. Hansısa bir kişinin tərəfində olum, Rəşadın tərəfində durum. Nə oldu? Oldun Rəşadın tərəfində. Bugünkü günə də ki Rəşadı məsələn anasına sən gelib soruşur ki, Gülxanım Rəşadla bir danışır. Ay başıma dönüm, Gülxanım Rəşadla danışmır. Niyə anasına sən gelib deyirsən ki, Gülxanım Rəşadla danışır? Mən bilmirəm ki, bu maddi maraq nədir? Telli sənə gül göndərdi, hədiyə göndərdi. Sağ ol da Telliyə. Könül şimdi. Könül şimdi. Telli, adı Tellidir, könül Telli ora. Çox sağ olsun. Mən dedim, bəlkə psixolog könüllü deyirsiniz, zəhləsi məndən gedir. O sənə hədiyə göndərmir, uzaqbaşı fil göndərər. O da göndərsə, qiymət olmur.
Eşidirsən mənim? Ne olar, mənə bir dənə işdə köməkli eləyin də, nə olar, mənə bir iş tapa bilərsiniz. Hadi qulaq as da, qulaq asmırsan axı. Mən danışıram, sən danışırsan. Qulaq asmırsan axı. Qulaq as. Tamam. Mən inanmalıyam, bilməliyəm ki, sən həqiqətən də bir də o etdiyin səhvi Vallahi yeri. bax, bu tamaşaçılar, bu izləyicilərin söz verirəm, bu orucluq ayını and olan, nə olar, bir sahibsiz bir qadın kimi səndən xahiş eləyirəm. Burada görsün necə, bir dənə iş olmasa mənə bir iş tapın, işləyim. Heç nə Kirayə ol, and olan Allaha xeyir. Bax, burada söz verirəm ki, and olan bu oruc, bu əziz müqəddəs gecəyə and içirəm. Kirayəni kim tutub sənə? Necə? Kirayəni kim tutub sənə? Bu kirayəni əvvəl hələ Rəşadla bu evdə qalırdıq. Çoxdan prosta ki, kirayə də pulu verə bilmirəm. İmkanansız pulu verə bilmirəm, qalmışam. Yemək yemirsən? Bugün yemək yemirsən? Hə? Yemək yemirsən? Yemək heç oturmuşam burada, mən bədbəxt dilənirəm də, neyinir? Deyirəm yemək yemirsən? Yemək heç yox. Yeməmsən? Yemək yeməmişəm, yox. Yemək heç oturmuşam burada, deyirəm bəlkə köməklik eləyərlərdi, ona görə heç durmuram. Onlara söylürlər. İnsanları da qınamıram, bilirsiniz, mən pis tanındım deyə, onlar da mənə, izləyicilər də mənə nifrət eləyirlər, ona görə. Paladenikin var evdə, soyducun var. Soyducu var evdə. Bir dəqiqə, buna nə oldu? Ay, ekrana nə oldu buna? Bir dəqiqə gözləyin, Samirəm, gözləyin.